Azad edilmiş və yenidən həyatın qayıtdığı yaşayış məntəqələrimizdə ictimai nəqliyyat infrastrukturunun qurulması xüsusi önəm daşıyır. Xankəndidə artıq avtobuslar fəaliyyətə başlayıb. Gördüyünüz bu ərazidə isə Laçın avtobus deposu inşa edilir. Yeni depo həm Qubadlı istiqamətindən gələn yolun, həm də inşası davam edən kanat yolunun yaxınlığında yerləşir. Bu isə yerli sakinlərlə yanaşı Laçına üz tutacaq turistlərin şəhərdaxili hərəkətini daha da rahat edəcək. Gələcəkdə rayonlar arası avtobus reyslərinin də fəaliyyətə başlaması nəzərdə tutulur. Laçının simasını dəyişəcək layihələrdən biri də kanat yoludur. Şəhərin müxtəlif istiqamətlərini birləşdirəcək xətt üzrə tikinti işləri sürətlə davam edir. Təxminən 1.8 kilometr məsafəni əhatə edəcək. Heydər Əliyev küçəsindən başlayacaq, Həkəri çayının sonunadək davam edəcək, 8 dayaq üzərində olacaq və şəhərin mənzərəli və görməli yerlərinin əhatə edəcək. Həkəri çayı kənarında və şəhərin yuxarı hissəsində də nəqliyyatın dayanması üçün müəyyən perron inşa olunacaq və bu nəqliyyat layihələrinin təxminən ilin sonuna tamamlanması gözlənilir. Şəhərin gündən-günə canlanması sakinlərin də ürəyincədir. Kanat tikilir, avtobus deposu tikilir. Onlar da bizim üçün, xalqımız üçün, Laçın üçün çox önəmlidir. Və bizim cəmaat, xalq Laçına gəzməyə gələndə çox rahat, çox belə gözəl gələcəklər və Laçının gəzməli yerlərin, gözəl yerlərin hamısı gəzib müşahidə eləyəcək. Avtobusların hərəkəti, şəhər arası olması və kəndlərə, rayonlara işləməsi çox gözəl, əhali üçün gözəl bir şeydir. Gələn qonaqlarımıza rahat gəlirlər, rahat şəhərin daxilində hərəkət edirlər. Xatırladaq ki, indiyədək Laçına 979 ailə olmaqla 3665 nəfər köçürülüb. Yaxın günlərdə isə şəhərin Qarıkaha istiqamətində 19 çox mənzilli, az mərtəbəli yaşayış binasının tikintisinə başlanılacaq. Şöhrət Eyvazov, Zaur Məhərrəmov, Aysən Ələkbərova, İTV Xəbər, Laçın.